Axşamınız xeyir. Bugünkü vebinarımız Türkçədə uzmanlıq seriyasının staj mərhələsi ilə bağlıdır. Vebinarımızda spiker olaraq Cavid Yusifov çıxış eləyəcək. O da həmçinin Azərbaycan Tibb Universitetini bitirib və EQA Universitetində də stajını tamamlayıb. Sözü Cavid bəyə verirəm. Özünü də təqdim etsin ətraflı. Salamlar, mən Cavid Yusifov. 2023-cü ildə Tibb Universitetini bitirmişəm. Daha sonra 2024-cü ildə STS imtahanını keçib və staja başlamışam. 2025-ci ilin iyun ayında Ege Universitetində stajımı bitirmişəm. Bu gün ICOMS olaraq məni dəvət elədilər staj haqqında danışmağa. Öncəliklə hamıya təşəkkür eləyirəm məni dəvət elədiyi üçün. İnşallah ki, hamımıza uğurlu bir webinar olar. Başlayayım mı? Bəli, buyurun. Demək, bizim mövzumuz bu gün stajdır. Staj bildiyiniz kimi STS imtahanı keçdiyimizdən sonra 6 aylıq bir dönəmdir ki, orada biz 6 fərqli branş görürük, yəni ana bilim dalı görürük. Onlarda müəyyən bir xəstəlikləri, pasiyentləri nəzarət edirik. Bu dönəmdir. Bu dönəm təkcə xəstəxana daxilində keçdiyimiz bir müddət deyil, eyni zamanda bizim həm TUS-a hazırlaşdığımız bir dönəm olur, həm də ki, Türkiyə daxilində bir çox sənəd işləri var ki, o sənəd işlərini həll etməli olduğumuz bir dönəmdir. Çünki TUS-a girdiyimizdə lazım ola biləcək sənəd işlərini həll edə biləcəyimiz tək vaxt bu vaxtdır. Ona görə, yəni burada bu hissədə daha çox stajdan, o sənəd hissələrindən danışacağam və tək də staj yox, stajdan əvvəlki dönəmdə danışmağa çalışacağam ki, arada bir boşluq qalmasın. Çünki keçən dəfə webinarımız STS mövzusu üzərindən idi və STS imtahanı verdiyimizdən sonra stajın başlamağına qədər də müəyyən bir proseslər var ki, və bizdə bu TUS, yəni ICOMS olaraq TUS bu tam olaraq bir seri olaraq davam etdiyi üçün dedim arada bir boşluq qalmasın. Yəni o dönəmi də əhatə edeyim. Ona görə həm staj, həm də stajdan əvvəlki dönəm də biraz olacaq burada. Ona görə başlayım artıq. İlk öncə daha doğrusu burada gördüyümüz kimi iki hissəyə ayırmışam. Staj öncəsi və staj dönəmi və sonrası hissələr olaraq. Bu 1 il əvvələ qədər burada yazdığım hissələr bir-birindən fərqlənirdi. Çünki Türkiyə yeni qərarlar qəbul etdi. O qərarlara görə indi yeni mövcud qayda ilə yazmışam. Amma öncədən bildirim ki, yəni bəzi məzunlar öncədən öz yəni YÖKə sənədlərini verdiyi üçün burada sıralamalar biraz fərqli ola bilər. Ona görə hərənin biraz öz durumunu başa salacağam və hərə öz hansı sıralamaya aiddirsə, ona uyğun olaraq bunu düşünmələrini istəyirəm. Çünki dediyim kimi, bəlkə webinara əvvəlki illərin məzunları, əvvəlki illərdə YÖK sənədi vermiş olanlar da qoşula bilər deyə sıralar biraz fərqli ola bilər. İlk öncə nə etmək lazımdır? Staj öncəsi dönəmdən başlasaq, burada gördüyünüz kimi birinci yazmışam oturum al. Bu oturum al hissəsi yəni bizə çox vacib olacaq. Dediyim kimi, əvvəlki 1 il əvvəl belə bir qərar yox idi. Rahat bir şəkildə Türkiyəyə gedib YÖKə öz sənədinizi verə bilirdiniz. Amma yeni bir qərarla artıq YÖKə sənəd verə bilmək üçün sizin bir TC numaranız lazımdır. O TC numarada almaq üçün sizin oturumunuz lazımdır. TC numarada hər hansı bir TC numara olmaz, yəni U numara burada keçərsiz sayılır. Ona görə siz birbaşa 99 və yaxud da ki 98 ilə başlayan bir TC numara almalısınız. Onda sizə sadəcə oturum yolu ilə verirlər. Bunların indi hamısını bir-bir deyinəcəm. Sadəcə ilk olaraq başlanğıc göstərim. Ondan sonra siz denklik başvurusunu edirsiniz öz diplomanızı tanıtmaq üçün. Sonra denklik başvurunuz elədiniz və denkliyiniz gəldi sizin. Dedilər ki, biz sizin diplomunuzu bildik, amma siz staj keçməlisiniz. Onun üçün siz YÖKə staj dilekçəsi yazırsınız və bunun üçün də siz staj dilekçəsini yazdınız. Oradan da cavab gəldi. Amma siz bilməlisiniz ki, Türkiyədə hər bir universitetdə stajın müəyyən başlama vaxtı var. Mən Ege Universitetində başladım staja. Staj orada hər ayın 7-si başlayır. Yəni siz ayın 8-i gəlsəniz, siz staja başlaya bilməyəcəksiniz, bir ay əlavə gözləməli olasınız. Ona görə seçdiyiniz universitetə staj başlama vaxtını əvvəlcədən öyrənməyiniz mütləqdir, vaxt itirməyəsiniz deyə. Və mən bu 5-ci yazdığım hissə çox insanda olmayacaq bir şeydir. Yəni YÖK hamıya rahat olaraq sənədlərini göndərir universitetə. Məsələn, siz EGE yazsanız, universiteti sizə YÖK sənədlərinizi EGE universitetinə göndərəcək. Amma məsələn, məndə YÖK-ün özü EGE universitetinə sənədlərimi göndərmədiyi üçün onu mən daha sonra Ankaraya gedib o sənədi öz əlimlə almalı oldum. Yəni belə bir çətinlik yaşamamaq üçün getməzdən əvvəl universitetdən bir maraqlanıb soruşmanız daha yaxşı olardı ki, sənədiniz gəlibmi, gəlməyibmi deyə. Sonra bir Ankaraya YÖK-ə təzədən getməli olmayasınız deyə.
Və staj dönəmi sonrası bir proseslərdən danışsaq, türk soylu belgesini almanız mütləqdir. Çünki siz gələcəkdə Türkiyədə işləsəniz, türk soylu məsələsi sizin üçün çox önəmli olacaq. Çünki maaşlarda 2 qat bir fərq var. Yəni əgər türk soylu alsanız, seçəcəyiniz branşdan asılı olaraq sizin gələcəkdə maaşınız 80.000, 140.000 TL arası təkamül eləyə bilər ki, amma sizin, türk soylu almasanız bu maaş 40.000, 70.000 civarı olacaq. Yəni az qalsın 2 dəfə bir qiymət, fərqi var, maaş fərqi var. Dediyim kimi bu türk soylu bəlgəsi tək sizə yaramayacaq. Onun üçün türk soylu kartını da almaq lazım. Amma türk soylu kartını ala bilmək üçün çox şəhərlərdə türk soylu bəlgəsini almağınız mütləqdir. Bəzi şəhərlərdə türk soylu bəlgəsini istəmir. Amma istəyə də bilər deyə onu alsanız, əlinizdə saxlasanız daha yaxşı olar. Daha sonra türklərin özündə 25-27 deyə bir sistem var və bu ÖSYM-də kartı təsdiqlətmək. Bunların ikisi bir yerdə olan bir prosesdir. Yəni siz türk soylu kartını aldınız, bununla da bitmir. Gərək bu sizin 25-27 olaraq sisteminizə otursun ki, siz orada görünəsiniz ki, siz yabancısınız, amma türk kimi haqlara sahibsiniz. Yəni bu 25-27 və ÖSYM-də kartı təsdiqlətmək də buna görə vacibdir. İndi keçək digər hissələrimizə. Demək, birinci gərək oturumun alınması. Ən öncə, yəni siz şəhəri seçməlisiniz və oturumun növünü seçməlisiniz. Oturum növləri nə ola bilər? Əsas olaraq öyrənci oturumu ola bilər ki, əvvəlki illərdə məsələn, staja gələn insanların çoxu ya çalışma izni alırdılar, çalışma iznindən sonra özləri üçün ya magistr, ya bir kollec düzəltdirib oturumu uzadırdılar ki, türk soylu kartına başvura bilsinlər. Ona görə indi isə biraz o dəyişibdir. Turistik oturum Türkiyə Azərbaycanlılara verdiyi üçün, yəni turistik oturum alma bir şansınız da var. Yəni ona görə oturumun növünü özünüz seçsəniz daha yaxşı olar və şəhərdəki hansı şəhərdə olacaqsınızsa o şəhəri oturumunu alacaqsınız. Burada saytın linkini yerləşdirmişəm və bu PDF halında yəqin ki, qrupunuza göndəriləcək və o qrupda siz bunu linklə girib qeydiyyat yerinə keçə bilərsiniz. Orada bəzi məlumatlar var. Onları dolduracaqsınız və doldurduğunuz şeyi çap etməyiniz mütləqdir. Çünki köç idarəsində onu mütləq görmək istəyirlər çap halında. Sonra sizə xaricə pasportun özünü özünüzlə götürməniz yaxşı olardır və orada giriş möhrü olan səhifənin rəngli fotokopiyası. Ümumiyyətlə, burada fotokopiyaların çoxu rəngli olsa, deyərdim ki, sizin üçün üstünlükdür. Yəni, o rəngli olmasına daha çox önəm verirlər. Sonra son 6 ayda çəkilən ağ fonda biometrik şəkil lazımdır. Göç idarəsində 3x4 və ya da 5x6 hər iki ölçüdən götürsəniz daha yaxşıdır. Çünki göç idarəsi belədir ki, yəni Azərbaycanda bildiyimiz bir şey var. Belədirsə belədir, yəni konkret bir qaydalar var. Amma Türkiyədə çox dəyişir və siz orada düşdüyünüz məmurdan çox asılıdır. Ola bilər ki, sizdən 3x4 istəsin, ola bilər 5x6 istəsin. Yəni o biraz dəyişə bilir. Ona görə hər iki ölçünü götürsəniz yaxşıdır. Dördüncü olaraq yazmışam maddi vəziyyəti göstərən sənəd. Bu elə bir şeydir ki, yəni sizin bankla bağlı hesabatlarınız, aylıq gəlir falan, işlətdiyiniz pul miqdarı onu göstərir. Düzünü desəm, məndən bunu istəməmişdilər. Amma dediyim kimi, məmurdan çox asılı olduğunuz üçün bunu sizdən istəyə bilərlər. Ona görə sizdən tövsiyə verə bilərdim ki, getməzdən əvvəl hansı şəhərdəsinizsə, həmin şəhərdə azərbaycanlıları tapın. Orada, yəni göç idarəsinə başvuru edibsə, onlar oradan soruştursunlar və yaxud da ki, öz tövsiyələrini sizə anlatsınlar. Çünki bəzi yerlərdə istəyə bilərlər, bəzi yerlərdə istəməyə bilərlər. Sağlamlıq sığortası deyə bir şey var. Bunu siz Azərbaycanda da səhv eləmirəmsə düzəltdirmək mümkündür. Mənim 1-2 dostum elə düzəltdirmişdi, amma Türkiyədən düzəltdirsəniz daha yaxşı ola bilər. Bu sadəcə yəni sizin nətər deyim, formalite olaraq bir sığortadır. Yəni heç bir yerdə əslində keçərliliyi yoxdur. Sadəcə bunu oturum olaraq istəyirlər və bu sağlamlıq sığortası sonra sizin staja başladığınız dönəmdə də stajda da istəyə bilərlər. Yəni amma daha çox oturum alınmasında istənilir. Yəni onun üçün almanız lazımdır. Sonra siz oturuma başvurduğunuzda ola bilər ki, hansısa bir şəhərdəsiz və burada kira ilə qalırsınız. O zaman kira müqaviləsinin özünü götürməlisiniz. Bu kira müqaviləsinin özünün noter təsdiqli olması daha önəmli olar. Və yaxud da ki, hər hansısa bir qohumunuzun evində qalırsınız, həmin adam sizə taahhütnamə verir. Yəni sizi üstlənir ki, bir növ, bəli, bu adam mənim evimdə qalacaq, mən bunun hər bir maddi dəstəyini sağlayıram. Yəni bir növ budur, taahhütnamə. Yəni bunun da noter təsdiqli olması önəmlidir və burada evin tapusu da istənilə bilər. Taahhütnamədə xüsusən kira müqaviləsində də götürdüyünüzdə tapunu da özünüzlə götürsəniz yaxşı olar, evin tapusunu.
Sonra randevu kağızı, siz köç idarəsində girib randevu alacaqsınız, o randevu kağızının özünü də götürməniz lazımdır. Rüsum isə burada 2 ulduz qoymuşam, çünki bu dəyişə bilən bir məbləğdir. Bizim dönəmimizdə, yəni mən dekabr ayında almışam 2024-ün, o dönəmdə 1 illik turistik oturumun qiyməti $80 556 TL idi. Amma yəni bu dediyim kimi biraz dəyişə biləcək bir şeydir. Bu oturumda, əsas yəni aldığınızda ən önəmli, fikir verməli olacağınız bir şey, əgər alırsınızsa, ya stajınızı əhatə eləyə biləcək qısa dönəmli oturum alın, yəni 6 aylıq bir dönəm üçün. Onun üçün də çalışma izni ilə alınır bildiyim qədərilə, amma biraz məmurdan məmura dəyişdiyi üçün biz məsələn çalışma izni ilə getmişdik, amma bizə baxan məmur demişdi ki, biz azərbaycanlılara birbaşa turistik oturum veririk, yəni 1 illik. Yəni belə bir durum ola bilər, ona görə burada yazmadım. Çalışın ala bilirsinizsə qısa dönəmi 6 aylıq oturum alın, çünki sizin gələcəkdə Türk Soylu kartına başvurmanız gərəkəcək daha doğrusu. Türk Soylu kartına başvurduğunuzda dönəmdə sizin əlinizdə, yəni stajı bitirmiş olmanız lazım. Staj bitəndən 1 ay sonra sizin denklik diplomunuz gəlir. O denklik diplomu gələndə siz, artıq Türk Soylu kartına başvura bilərsiniz. Sizə bu oturumda Türk Soylu kartına başvuru aldığınızdan sonra ən azı 6 ay qalması lazımdır. Siz əgər staja başlayan kimi siz oturuma getsəniz, staj bitdiyinizdə, texnik diplomu əlinizdə gəldiyinizdə, ondan sonra oturumunuzun bitməyinə 5 ay qalacaq və belə bir durumda sizin Türk Soylu kartının gəlməmə ehtimalı var. Ona görə deyirəm ki, ala bilirsinizsə, ya qısa dönəm 6 aylıq alın, sonra 2 ay qalmış hər hansısa bir başqa bir oturuma keçin. Məsələn, öncə çalışma izni ilə oturum, qısa dönəmli oturum almısınızsa, sonra turistik oturumu ala bilərsiniz sona 2 ay qalmış. Amma sizə başlanğıcda turistik oturum veribsə, onu 2 illik olmasına çalışın. Yəni o biraz verməyə bilirlər bəzi yerlərdə verə bilirlər. Məmurdan çox şey asılıdır. Ona görə tam dəqiq orada heç kim sizə bir şey deyə bilməz, təəssüf ki. Keçək diploma denklik başvurusu. Burada da gördüyünüz kimi denklik.yok.gov.tr saytından yəni randevu almalısınız və yenə də bu randevunu fotokopiya elətdirməlisiniz. Və bu fotokopiyanın da dediyim kimi rəngli olması çox önəmlidir. İndi bu sistem biraz dəyişibdir. E-Devlət şifrəsiz oturum aldığınızda sizin E-Devlət şifrəniz olur. E-Devlət şifrəsinin özü ilə də siz gedib ala bilərsiniz. Bu E-Devlət şifrəsinin özü siz oturum aldınız, sizin oturum aldıqdan sonra ən azı, yəni oturum cavabı gəlməsi üçün 14 gün və yaxud da ki, 1 aya qədər gözləməyiniz lazımdır Türkiyə içində. Ölkəni tərk eləyə bilməzsiniz. Tərk eləmək kimi bir məcburiyyətiniz olduqda isə siz Göç İdarəsindən gedib bir kağız almalısınız ki, mən bu səbəblərə görə ölkədən gedirəm və bu kağız səbəblərinin içərisində də sizin biletinizin gediş-gəliş vaxtı göstərilməlidir. Yəni biletin özü də göstərilməlidir. Ona görə yəni əgər o məcburiyyətiniz yoxdursa ölkədə qalacaqsınız və sizin TC numaranız gəldi, oturumunuz gəldi. Oturum gəldikdən sonra siz poçta gedirsiniz, poçtdan E-Devlət şifrəsi alırsınız. Onun rüsumu çox da deyildi. Bizim vaxtımızda səhv eləmirəmsə, yəni 100 TL kimi bir ücret vardı, amma bəlkə dəyişmiş ola bilər. Onu maraqlanmağınız lazım olacaq sizin ildə. Çünki dediyim kimi çox şeylərə zam gəldiyi üçün hər dəfə qiymətlər dəyişə bilir təəssüf ki. Dediyim kimi, artıq E-Devlət şifrəsi ilə də YÖK-dən girib randevu ala bilirsiniz E-Devlət proqramından. Oradan da yəni onu fotokopiya elətdirə bilirsiniz. Sonra sizin YÖK üçün eləməli olduğunuz şey rıza bəyanını əl yazma ilə doldurmanız lazım. Həmin o YÖK saytında bunun PDF olaraq halı vardır. Yəni orada axtarsanız onu tapa biləcəksiniz. Rıza bəyanında sizdən sadəcə ad, soyad, belə bir şeylər istənilir. Öz telefon nömrəniz, e-mail hesabı, bunları dolduracaqsınız. Bunu əl yazma ilə doldurulmanız daha yaxşı olar. Bir də sonda təbii ki, imza var ona görə. Sonra şəxsiyyət vəsiqəsi və yaxud da ki, xarici pasport fotokopiyası lazımdır. Mən burada yenə niyə deyirəm? Çünki orada biraz istəyən adamdan da fərqlilik ola bilər deyə ikisini də əlinizdə saxlamanız daha yaxşı ola bilər. Sizə çünki eksik evraq deyib sonra təzədən göndərə bilər bir başqa yerə. Yəni işiniz uzana bilər. Ona görə hər ikisini də əlinizdə saxlamağınız daha məsləhətdir ki, işləriniz uzanmasın. Daha sonra siz özünüzün Azərbaycanda qazandığınız diplomu, transkriptin özünü götürməlisiniz. Bunların hər birinin fotokopiyasını özünüzdə saxlasanız yaxşı olar. Düz onu bəzən baxmırlar, bəzən baxa bilərlər. Ona görə əlinizdə saxlasanız yaxşı olar. Və sonra bunların da türk dilinə tərcümələrinin təsdiqi və bunun türk müşavirliyində təsdiq olunması mütləqdir. Türk müşavirliyi bildiyiniz kimi Nizami metrosuna yaxın yerləşir. Orada yəni təsdiqlədə bilərsiniz və bunların Azərbaycanda tərcümə elətdirə bilərsiniz. Yəni Azərbaycanda tərcümə qəbul olunur.
Və bunlar da, bizim dönəmimizdə, bəzi dərslər onlayn düşdüyü üçün, karantinə düşdüyü üçün biz də bəzi dərsləri onlayn olaraq keçirik. Ona görə də, bizdən 1 və 2 il əvvəl məzun olan, tələbələr stajı 8 ay müddət keçməli oldular. Çünki onlaynla keçən dərsləri orada, həmin o YÖK-ə bildirdikdə, həmin onlaynla düşən dərslərin də stajını görməli olduğunuzu söylədilər. Ona görə də, yəni, orada da o arayışı verməyiniz lazım ola bilər. Dekontun da fotokopisi lazımdır. Dekont nədir? Yəni bu denklik başvurusu elədiyinizdə orada onlara bir müəyyən bir ücret ödəyirsiniz. O ücretin fotokopisini, sizdən istəyirlər. O ücret bizim dönəmimizdə 150 TL idi. Bizim, pulla hardasa, 9 manat, 10 manata yaxın, gəlirdi. Amma indi bu, qiymət dəyişmiş ola bilər. Ona görə də o özlərinin saytında onu göstərir. Ondan narahat olmayın. Səhv eləmirəmsə, amma 1000 TL-yə kimi qalxmışdı mən son baxdığım. Amma yəni, dəqiq olaraq qiyməti siz onu saytda öyrənə bilərsiniz başvuru anında. Orada göstərəcək sizə. Keçək YÖK-ə, staj dilekçəsinin yazılması. Mən burada gördüyünüz kimi staj dilekçəsinin bir nümunəsini qoymuşam. Yəni yuxarıda başvuru, sahibinin məsələn TC kimlik nömrəsi, siz artıq onu almış olacaqsınız. Burada və yaxud da ki, nömrə. Bizim dönəmimizdə, TC nömrə almış olmadığımız üçün, yəni bizdə oturum məcburiyyəti olmadığı üçün biz nömrə yazırdıq. Amma sizin artıq əlinizdə TC kimlik nömrə olacaq. Adınızı, soyadınızı yazırsınız və bu ad və soyadın xarici pasportda sizin, latın əlifbası, yəni ingilis, dilində nə tər görsənirsə elə olması daha məsləhətə uyğundur. Çünki o sizə sonradan gələcəkdə problem yarada bilər. Denklik Sağlıq Bakanlığında atamalarla bağlı. Yəni Sağlıq Bakanlığına kimi hansısa bir mərhələdə problem olmayacaq, amma orada bir problem ola bilər. Ona görə ona xüsusi diqqət edin və, bizdə Bakıda Asan Xidmətdə diplom tərcümələrində də bəzən deyirlər ki, sizin adınız türkcədə belə var, yəni ona görə belə tərcümə eləməliyik, amma onlara qəti, şəkildə bildirmək lazımdır ki, xarici pasportda ingilis kimi necə yazılıbsa elə yazılsın. Digər, şeydir, yəni gördüyünüz hissələri də, yəni doldurmaq çox da çətin bir şey deyil. GSM də sadəcə bir nömrədir, onu siz dolduracaqsınız. Yəni o, sadə bir nömrədir, ondan narahat olmayın. Sonra məsələn, ən altda, digər hissəsində gördüyünüz kimi yazılıb ki, diploma denklik işləmləri üçün, yəni bu universitet hastanelərində staj yapmaq istəyirəm. Orda sizə 3 şans verilir. Yəni 3, universitet xəstəxanasını yaza bilərsiniz və bunları yazdıqdan sonra, ən aşağıda da STS-də, yəni giriş, nə zaman imtahanı keçmisiniz, onu göstərməyiniz mütləqdir. O tarixi imtahana girdiyiniz günü yazmağınız lazımdır. Çox hallarda siz birinci yazdığınız xəstəxanaya qəbul olursunuz, onu indidən deyim. Amma çox kiçik bir ehtimal ola bilər ki, birinci yazdığınız xəstəxanada staj çəkənlər çox olduğu üçün sizi ikinciyə də, göndərə bilərlər. Ona görə belə bir durum var. Amma çox böyük hallarda birinci xəstəxanaya düşmə ehtimalınız var. Bu isə sizə, yəni siz YÖK idarəsinə başvurdunuz, onlar sizin diplomunuzu təsdiq etdikdən sonra sizə verdikləri vərəqdir. Burada, ağla işarətlədiyim yerlər, yəni kişisel bir bilgi olduğu üçün onu bir gizlətməli olursan. Və, ən yuxarıda məsələn başvuru nömrəsidir ki, sizin, sənədinizi qəbul etdiyində hansı nömrə ilə qeyd olunduğunu, göstərirlər orada. Siz çünki, YÖK sistemə sənədlərinizi verdiyinizdə, ondan sonra sizin ona dəqiqə başı zəng eləyib maraqlanmanız lazım. Ən azı bir neçə gündən bir zəng eləyib maraqlanmanız lazım. Çünki onlar sizə, tam dəqiq olaraq məlumat vermirlər. Siz sadəcə hər dəfə soruşmalısınız ki, mənim sənədlərim hansı aşamadadır? Onlar sizə burada yuxarıda yazdığım başvuru nömrəsi ilə, yəni sildiyim o hissədə başvuru nömrəsi ilə onu söyləyəcəksiniz. Burada da, yəni konu yazısının üstündə də sizin bu sənədin bir digər kodlanma, hissəsi var və burada Sayın Cavad Yusuf, mən dediyim kimi, məndə biraz o problem olduğu üçün onu, YÖK-ə dilekçə yazmışam, onu düzəltdirməyə çalışıram. Ona görə məndə belə bir səhv gedibdir sənədlərimdə. Onun aşağısına yazılan isə sizin adresiniz olur və burada gördüyünüz kimi bu yəni sizin harda, hansı müddətdə nə stajları keçməli olduğunuz qara şriftlərlə göstərilir. Məsələn, 4 həftə genel cərrahi. Bu əsasən, yəni dediyim kimi TUS-a hazırlaşanlar üçündür. TUS-a hazırlaşanlar üçün də özünün, staj, hissələri olur ki, onlardan keçməyiniz lazımdır. Amma genel olaraq ikisində də 6 həftədir, 6 aydır daha doğrusu. Burada gördüyünüz kimi 4 həftə genel cərrahidir, 4 həftə ailə həkimliyi, xalq sağlığı, 4 həftə iç hastalıqlar, yəni bizim bildiyimiz daxili xəstəliklərdə, 4 həftə qadın hastalıqları və doğumda, 4 həftə acildə, 4 həftə də pediatriyada bizim bildiyiniz, yəni staj eləməyimiz məcburiyyəti vardır. Genel cərrahidə məsələn stajlar belə olur.
4 həftədir, 4 dənə branşda olmanız lazım olur. O bəzi yerlərdə dəyişə bilər, amma genəldə belə olur. Və bəzi xəstəxanalarda, məsələn, mənim bir dostum Çapada stajdaydı, genel cərrahidə onlara gecə növbələri yazmışdılar. Halbuki bizim Ege Universitetində gecə növbələri deyə bir məcburiyyət yox idi. Bizdə genel cərrahidə əməliyyatxanaya, memə cərrahisi, endokrin cərrahisi, kolorektal cərrahi, qastro cərrahisi var idi. Yəni onların 4-ünə düşə bilirdiniz. Sizə 4-ünə təyin edirdilər, orada staj çəkirdiniz. Sonra 4 həftə ailə həkimliyi, halq sağlığı vardır ki, orada da yenə 4 dənə fərqli hissələrə bölünür. Aşı odası var idi bizdə Egedə, bir gün orada olurduq. Sonra Mediko deyə bir ayırdığımız bir hissə var idi. Ora gedirdik. Orada da yəni orada çalışan, yəni belə deyim, sağlıq sistemində çalışan həkimlərin özünün müayinəsi falan bunlara baxılırdı daha çox. Və yəni belə 4 dənə hissəyə bölürdülər ailə həkimliyi. Sonra orada əsas da indi çox xəstəxanalarda var bu. Ailə həkimliyində sizdən çox vaxt sunum istəyir. Bunu nə genel cərrahi istəyə bilər Ecedə, nə qadın doğum istəyir, nə acil istəyir, amma sadəcə xalq sağlığı sizdən sunum istəyir sonunda. Sunumun da əsas mövzusu Türkiyədə ailə həkimliyidir. Azərbaycanda tibb sahəsi deyək. Bəziləri Azərbaycanda ailə həkimliyini istəyir. O biraz doktordan doktora dəyişmiş ola bilir. Yəni əsas və Türkiyədə sağlıq sistemidir. Yəni bu 3 mövzu üzərində əsasən deyinirlər, amma digər dediyim kimi mövzular da ola bilər burada. 4 həftə dahiliyyədə isə bizdə məsələn Egedə bir hissəyə salırdılar. Mən məsələn hematologiyada olmuşam. 4 həftə boyunca sadəcə hematologiyada olurdum. Onun da bildiyiniz kimi polikliniyi var və stasionarı var. Orada biz daha çox olurduq. Hocalarla vizitlərə qatılırdıq. Sonra 4 həftə qadın hastalıqları və doğum. Düzünü desəm, Egedə ən rahat olan hissə buydu. Çünki heç kim sizi axtarmır. Rahat-rahat imzanızı atırsınız səhərdə və çıxdığınızda da ondan sonra yəni gedib rahat şəkildə TUS-a hazırlaşa bilirsiniz. Yəni Egedə belə bir üstünlüyü var idi qadın doğumun, yəni belə. 4 həftə acildə. Acildə də düzünü desəm bizim dönəmdə axtarmırdılar çox. Sadəcə imzanı atıb çıxıb dərsinizi oxuya bilirdiniz. Amma indi orada da sizin bir şeylər görməyinizi istəyirlər və sonda sizdən 4 vərəq verirdilər bizdə Egedə. Bəlkə başqa xəstəxanalarda o dəyişmiş ola bilər. O biraz xəstəxanaların özünün qəbul elədikləri qərardır. Bizdə acilin özünü 4 yerə bölürdülər. Monitorlu gözləm 1, 2, bakım və travma olaraq 4 hissəyə bölürdülər və hərəsində də bir pasiyent qəbul eləyirsiniz və onun haqqında bir məlumatları doldurmanız gərəkir. Yəni belə bir sadəcə vərəqlər idi. Çox da çətin bir şey deyildi, rahat idi. 4 həftə isə pediatriyada, yəni biz genel pediatri şöbəsində daha çox olurduq. Hocalarla vizitlərə qatılırdıq. Amma orada da yəni bizi çox axtaran olmurdu. İmzanı atıb çıxa bilirdik. Yəni Egedə belə bir rahatlıq var. Sonda universitetlər haqqında genel məlumat bu haqda da verəcəm. Yəni hansı branşlarda daha çox axtarırlar, necə olur. Ona görə indi bura hissəni də keçim. Bu isə yəni 2 gördüyünüz kimi dilekçə növüdür. Birini gördüyünüz kimi Yüksək Öyrətim Qurumuna yazırsınız, yəni YÖK-ə. Bir digərini ÖSYM-yə yazırsınız. YÖK-ə yazdığınız Denklik Qurumunda bizdə biraz Y numara dediyim kimi TC numara almalı olmadığımız üçün Y numaramız var idi və bizim yəni məlumatları YÖK-də əsas olan məlumatımız bizim tibb dillə bağlı bir yəni tibb dil imtahanının cavabı idi ki, onu keçirtmək üçün və diplomla bağlı işləmlər bizdə Y numara üzərindən işləndiyi üçün onun məlumatlarının keçirilməsi üçün bizim yazdığımız bir dilekçə idi. Onun da yəni növü, yəni PDF olaraq internet üzərində var və yaxud da ki, WhatsApp qruplarında, TUS WhatsApp qruplarında da siz bunu tapa bilərsiniz. Yəni bu gördüyünüz kimi yuxarıda doldurursunuz hər şeyi, imzanızı atırsınız. Bunun da yenə yazılmalı olduğu şəkli burdadır. Məsələn, pasport numara, Y numara, TC numara. Y numara məndə dəyişdiyi üçün, amma sizdə Y numara olmayacaqsa çoxunda Y numaranı yazmaq məcburiyyətiniz olmayacaq. Sadəcə tibb dil imtahanını dəyişmək üçün orada götürdüyünüz bəlkə numarada dəyişmə ehtiyacınız ola bilər. ÖSYM-yə gəldikdə isə ÖSYM-də bizim əsas STS imtahanının cavabı idi ki, STS imtahanı da bizdə Y numara üzərində bağlı olduğu üçün onun nəticəsinin yəni yeni TC numara üzərinə aktarılmasını istəyirik və biz ona görə belə bir dilekçə yazırıq və gördüyünüz kimi ən aşağıda yazmışam ki, pasaportun fotokopisi, ikamətin fotokopisi arxa sayfada bulunmaqdadır. Yəni siz onları fotokopi edib, onları birlikdə bir sənədin içərisində ÖSYM-yə posta göndərməyiniz lazım. ÖSYM-nin özü hər şəhərdə filialları buluna bilir. Amma siz o şəhərlərə göndərmirsiniz, birbaşa ÖSYM-nin mərkəzinə, yəni Ankaraya göndərməyiniz lazımdır deyə onu postuna belə göndərməyiniz olur. Yəni belə.
Sonra gələk şəhərlər haqqında ümumi fikirlərimi deyim. Yəni siz staj seçdiyinizdə təbii ki, yaşayacağınız şəhər önəmlidir. Bəziləri üçün, yəni insan sıxlığı olan yerlərdə yaşamaq istəmirlər. Bəzilərinin məsələn pul dərdi ola bilər. Yəni anlaşılandır çünki şəhərlər çox bahalıdır Türkiyədə. Və yaxud da ki, bəziləri deyir ki, mən öyrənmək daha çox istəyirəm. Onlar ola bilər. Mən İstanbul haqqında genel olaraq danışsam, İstanbul bahalı bir şəhərdir və, çox pis bir şəkildə təəssüf ki, insan sıxlığı var. Və xəstəxanaların da vəziyyətdən danışsaq, öyrənmək üçün şərait ümumiyyətlə bütün şəhərlərdə yaxşıdır. Çünki sığorta sistemi var deyə hər bir insan, özünü check-in eləmək üçün, check-up eləmək üçün gəlirlər, yoxlayırlar və bunlara görə də siz hər türlü, pasientləri, xəstəlikləri görmə ehtimalınız var. Çox çətin tapılan pasientləri də, yəni xəstəlikləri də görmə ehtimalınız var. Ona görə də şərait hər yerdə yaxşıdır. Dediyim kimi, bəzi yerlərdə gecə smeni ola bilər, növbəsi ola bilər. Yəni bu məsələn Çapada var idi. Cərrahpaşada da bildiyim qədərilə var idi, amma bəzi başqa xəstəxana seçsəz orada olmaya da bilər. Burda isə xəstəxanaların çoxu sizi axtarır. Yəni TUS-a hazırlaşma vaxtınız biraz qısıtlı ola bilər. Çox vaxt, iş saatları səhər saat 8-dən axşam saat 4-ə kimi, 5-ə kimi, yəni hocalar gedənə kimi bəzən ola bilir. Belə bir durum var. İzmirdən danışsaq, İzmir çox bahalı bir şəhərdir. İnsan sıxlığı qətiyyən yoxdur. İstanbuldan çünki ən azı 2 dəfə böyük bir ərazisi var və əhali sayısı da bildiyim qədərilə 2 ya 3 dəfə az olması lazım. Öyrənmək üçün, şəraiti çox yaxşıdır. Ege Universitetində sizi axtarmırlar və TUS-a hazırlaşma vaxtınız da çox olur. Dediyim kimi, qadın doğumla acildə bizi heç axtaran olmurdu. Yəni biz rahat şəkildə imtahanımıza hazırlaşa bilirdik. Amma 9 Eylül Universitetində bu biraz tərsinə bir durum var. Orada hətta gecə smenləri belə ola bilir. Sonra Ankara deyəcək. Ankara 2 şəhərə görə də nisbətdə biraz ucuzdur. Öyrənmək üçün şərait əladır. Hətta deyərdim ki, xəstəxanaların ən yaxşıları mən deyərdim ki, burdadır. Sonra gecə smenləri bəzi xəstəxanalarda ola bilər, bəzən də olmaya bilər. O biraz, hocalardan da asılı ola bilər o durum. Və dediyim kimi iş saatları da 08:00-dan 16:00-a qədər ola bilir. Və bəzən hətta daha çox da ola bilir. Orada stajda olan dostlarımla danışdığımda bəziləri hətta 8-də falan çıxdığını da söyləyirlər. Bursa isə ilk 3 şəhərə nisbətdə daha ucuzdur. Öyrənmək üçün yenə, yəni orada Uludağ Universitetidir. Çox gözəl şərait var orada. Bəzi branşlarda sizi axtarırlar. Bu biraz orada mən, olan stajda olan dostlarımla danışdığımda hamısı mənə, insanın özündən asılı olduğunu deyirlər. Bəzi branşlarda insanlar, çıxıb rahat hazırlaşa bilirlər. Bəziləri o dil bacağını tapa bilmədiyi üçün TUS-a hazırlaşma vaxtları olmur. Çünki stajın özü, olanların biraz çoxunda əsgərlik dərdi olduğu üçün o staj dönəmində TUS-a hazırlaşmaq önəmlidir onlar üçün. Amma kimsə öyrənmək istəyirəm deyirsə, artıq orada onun TUS üçün bir problemi olmayacaq. Hər xəstəxanada sizi öyrətmək üçün həvəsli olan çoxlu insan var. Onlardan hər şəkildə öyrənə bilərsiniz. Orada bir probleminiz olmayacaq yəni. Bir də əgər ola bilər ki, siz deyirsiniz ki, bu 4 şəhər yox, hansısa bir periferik bir şəhər istəyirəm. O periferik şəhərlərdə həyat, yəni bəzi şəhərlərdə təbii ki, sıxlıq dəyişə bilər, amma çoxu daha ucuzdur. Ən bahalı şəhərlər dediyim kimi İstanbul və İzmirdir. O, yəni öyrənmək üçün şərait dediyim kimi hər yerdə var və, TUS-a hazırlaşmaq da əslində periferiyada biraz həkim sayı az olduğu üçün TUS-a hazırlaşma vaxtınız qısıtlı ola bilər, onu öncədən deyim. Amma, getməzdən əvvəl orada stajda olmuş azərbaycanlılarla danışmağınız, onlardan tövsiyə almağınız çox vacib olar. Yəni bu dönəm biraz belə dəyişikliklər çox ola bilər. Ona görə onlardan soruşmağınız daha məqsədə uyğun olar. Sonra gələk Türksoylu bəlgəsinə. Türksoylu bəlgəsi sizin dediyim kimi əsas çox da bir önəm daşımır. Yəni, ərizə olaraq sizə hər hansısa bir üstünlük sağlayırmı? Yox. Sadəcə Türksoylu kartını almaq üçün sizdən istəyə bilərlər. İstanbulda məsələn Türksoylu bəlgəsini heç istəmirlər Türksoylu kartı aldığınızda. Amma Ankarada bildiyim qədərilə istəyirlər. Neçə dəfər də o bir problemi yaşadığını eşitmişəm. İzmirdə də bildiyim qədərilə istəmirlər. Amma, çox da alınması çətin bir sənəd olmadığı üçün əlinizdə saxlamağınızı tövsiyə eləyərəm. Türksoylu bəlgəsinin özü, sizə xarici pasport bunun üçün lazımdır və TC numara, bunların ikisinin də fotokopisini, rəngli fotokopisini əlində tutmanız önəmlidir və, mütləq bir şəkildə universitetdən islah imzalı bəlgə lazım. Yəni indi bu staj dönəmində bunun niyə önəmli olduğunu anlatıram. Çünki bu universitetdən islah imzalı bəlgə olmasa siz bu Türksoylu bəlgəsini ala bilməzsiniz. Ona görə də mütləq bir şəkildə stajda olduğunuz dönəmdə bu Türksoylu bəlgəsini almağa çalışın və,
Türksoylu belgəsi də belə deyim, siz onu alsanız ya Ankaradakı səfirlikdən ala bilirsiniz, yaxud da ki, İstanbuldakı konsulluqdan. Bu sizin seçəcəyiniz, stajda seçəcəyiniz şəhərdən asılıdır. Əgər İzmirdə olacaqsınızsa, siz bunu gedib Ankaradakı səfirlikdən ala bilməyəcəksiniz. Siz mütləq bir şəkildə İstanbula gedib İstanbuldakı konsulluqdan almağınız lazımdır. Amma Bursa şəhərindəsinizsə, onu Ankaradan gedib səfirlikdən ala bilirsiniz, onu İstanbuldan almırsınız. Yəni İstanbulda vermirlər onu və çətin bir alınma bir proses də yoxdur. Səhər saat 9-da konsulluq açılır və yaxud da ki, səfirlik açılırsa, sənədlərinizi gedirsiniz orada təhvil verirsiniz, sizə deyirlər ki, günorta gəlib sənədinizi götürə bilərsiniz. O sənədi götürdükdən sonra gedib mütləq şəkildə yaxınlıqda kaymakamlıqda onu apostillətməyiniz vacibdir. Apostillətməsəniz sənəd keçərsizdir. Hə, onu da apostillətdiniz, yəni işiniz bitdi artıq, türkçəli belgeniz hazırdır. Yəni bu qədər rahat bir iş prosesdir, yəni. İndi isə gələk türksoylu kartına. Türksoylu kartı sizin əsas məqsədi, yəni Türkiyədəki türk rezidentlərlə eyni maaşı almaqdır. Siz türklərlə eyni işi görürsünüz. Hətta bəzən siz xarici olduğunuz sizi daha çox işlədirlər və o yəni maaş dəngesizliyi düzgün olmur. Yəni hardan baxsanız. Ona görə bu türksoylu kartı almanız tövsiyə olunandır. Siz bunun üçün hara başvurmalısınız? İl Nüfus Müdürlüyünə. Buna İl Nüfus Müdürlüyü baxır əsas iş. Cavab gəlmə müddəti 2,5-3 aydır. Bunu vurğulama səbəbim nədir? Ola bilər ki, siz stajı bitirdiniz, əlinizə denklik diplomunuzu aldınız. Sizin də TUS imtahanınız denklik diplomunu aldığından 1 ay sonradır deyək. Sizin bu türksoylu kartı TUS-un özündə gəlməsə də olar, yəni orada önəmli deyil. Bu türksoylu kartını əsas şeydə sizə lazımdır. TUS-dan sonra sizin cavabınız 1 aya çıxır. 1 aya çıxdıqdan sonra təxmini 1 həftə, 2 həftə ərzində sizə deyirlər ki, tərcih dönəminiz başlayır. O tərcih dönəminin son gününə qədər gəlməsi lazımdır. O tərcih dönəminin son gününə qədər gəlməsə, siz tərcih eləsəz, siz türk kimi maaş ala bilməyəsiniz. Və siz deyirsiniz ki, məsələn, türksoylu kimi almayım, sonra türksoylunu alaram, elə türk maaşım olar, elə də olmur. Siz başdan tərcih elədiyinizdə türksoylu kartı ilə tərcih eləməlisiniz. Yoxsa heç bir şəkildə şey eləyə bilməyəsiniz. Türk kimi maaş almaq üçün bir də istefa verib təzədən türksoylu kartını alıb ondan sonra bir də TUS verməyiniz lazımdır. Yəni gördüyünüz kimi uzun bir işdir. Ona görə öncədən bunu eləməyiniz lazımdır və bu vaxt məsələsini doğru hesablamaq lazımdır. Dediyim aşağıda da qeyd etmişəm, mən geç halda əlimizdə olması olan müddət tercih dönəminin son gününə qədər. Çünki siz sonra 25-27-də onu təsdiqlətməlisiniz və ÖSYM-də bunu göstərməlisiniz. Burada türksoylu yabancılar üçün lazım olan sənədlərin listini göstərmişəm. Burada genel olaraq Türkiyədə eyni sənədlərdir, amma bəzi yerlərdə dəyişmiş ola bilər və ona görə də şeydir, yenə də getməzdən əvvəl bunları orada dəqiqləşdirməyiniz, yəni bu karta başvurmadan əvvəl bunları dəqiqləşdirməyiniz tövsiyə olunandır. Burada əsas sizin nə lazım olacaq? Qısası özət keçim. Diplomunuz, yəni Azərbaycana aldığınız diplom, transkript, bunların yəni fotokopisi, noter onaylı fotokopisi, sədə sürəti lazımdır. Sonra vətəndaşlı olduğunuz dediyim kimi türksoylu bəlgəsini almalıyıq konsulluqdan və yaxud da ki səfirlikdən, yəni belə deyim. Sonra pasaportun türkcə tərcüməsi lazım, noter onaylı sürəti lazım. Mən bunları tərcümələrini deyərdim ki, Azərbaycanda eləməyiniz daha tövsiyə olunandır. Çünki Türkiyədə bunların qiyməti çox bahadır. Əsas olaraq da noter təsdiqinin. Bəzi İzmirdə məsələn onun peçatı bir qiyməti 80 manata yaxındır. Yəni bayağı bir insandan pul çıxır. Sonra yabancı kimlik kartının fotokopisi. Bu sizin yəni aldığınız TC kimlik numarası olan kartın, yəni oturum kartının özünün fotokopisidir. Sonra isə burada olan, məsələn, evli olan yabancılar da məsələn apostilli, gözlədiyiniz kimi tasdiq şehirli, yəni və sonra noter onaylı türk tərcüməli lazımdır, mədəni hal belgəsi. Yəni evləndiyinizə dair bir sənədin göstərgəsi lazım, bunun türkcə tərcüməsi lazım. Burada istədikləri şəklin ölçüləri fərqlidir. 32-25 millimetr ölçüdə yəni fotoqraf lazımdır. Bu da biometrik olması lazım, yəni arxada ağ fon olması lazım. Bunu Azərbaycanda çəkmirlər bildiyim qədərilə heç bir fotokopicidə, yəni şəkil çəkilən yerdə. Onu Türkiyədə eləməyiniz tövsiyə olunandır. Yəni Azərbaycanda çəkirlərsə belə Türkiyədə eləməyiniz daha tövsiyə olunandır deyərdim. Və aşağıda gördüyünüz kimi evrakların tamamından bir ədəd fotokopi. Bunları çox vaxt sizə geri qaytara da bilərlər, geri qaytarmaya da bilərlər. Ona görə şeydir, yəni əlinizdə saxlamağınız tövsiyə olunandır sadəcə. İstəsələr birbaşa verərsiniz, istəməsələr sizdə qalır. Oradan bir problem olmayacaq. Əsas odur ki, eksik evraq olmasın ortada.
Sonra gəlirik 25-27-nin aktivləşməsi və kütük kartının ÖSYM-də təsdiqlənməsi. Burada siz türk soylu kartını aldınız ki, 2.5 3 ay sonra. Bunun aldıqdan sonra fotokopiyasını çəkmək lazımdır. 25-27 açdırmaq üçün bunu ÖSYM-yə, yəni dilekçə yazırıq və bu dilekçənin də fotokopisini də zərfə qoyuruq. O dilekçə formu ÖSYM-də eynidir. Yəni o bayaq göstərdiyim ÖSYM dilekçəsi formudur. Yəni onun üstündə yazıb ÖSYM-yə elə poçta göndərə bilərsiniz. Burada bəzi yerlərdə, yəni ÖSYM-nin bəzi iş çalışanları daha doğrusu belə deyim, ikamet kartının fotokopiyasını da istəyə bilər. Ona görə tövsiyə eləyərdim ki, əgər poçtla göndərirsinizsə, onun fotokopiyasını da poçtun içinə qoyun. Yəni əksik evraq olmasın deyə. Çünki sənəd işləmlər uzun çəkdiyi üçün işiniz ləngiməsin deyə bunların hamısını eləməyiniz daha tövsiyə olunandır. Sonra ÖSYM-də sizin stajın bitməsini təsdiqləməyiniz lazımdır. Çünki siz stajınız bitdisə belə, o YÖK-də bitdiyini göstərir, ÖSYM-nin özündə bitmir. Yəni ÖSYM-nin özündə bitdiyini göstərməyiniz üçün siz imtahan verdiyiniz şəhərdə tövsiyə eləyərdim ki, TUS imtahanına girməzdən heç olmasa 4-5 gün əvvəl Türkiyədə olmuş olasınız. Çünki dediyim kimi bu işləmləri görəsiniz, stajın bitməsini təsdiqləmək. ÖSYM binasına gedirsiniz, Azərbaycandakı diplomunuzun özünü aparırsınız, yəni tərcüməsi çox insandan soruşdum, ehtiyac olmadı. Yəni əgər tərcüməsi əlinizdə varsa onu da aparın. Yəni ziyanı olmaz. Staj bitdikdən sonra sizə denklik diploması verilir. O da staj bitdikdən 1 ay sonra verilir. O denklik diplomasını da özünüzlə götürün. Bəzi yerlər denklik diplomasının noter onayını da istəyə bilər. Bunu da unutmayın. Yəni özünüzlə noter onayını eləsəniz çox yaxşı olardı. Burada biraz belə qəribə elə durumlar olur ki, dövlətdən aldığı sənədin noterlə təsdiqlədib dövlətə təzədən verirsiniz. Yəni belə bir durum var. Nə edə bilərik? Artıq yəni qaydalar belədirsə bu şəkildə eləməyimiz tövsiyə olunandır. Və sonda özləri sizdə təhsil durumunu düzəldirlər və rüsumu da var bunun təbii ki. Rüsumu 120 TL idi, amma bu rüsuma çox da aldanmamanızı tövsiyə edirəm. Dəyişir çünki hər şeyə zam gəldiyi üçün dəyişə bilər onda. Yəni rüsumsuz olmur onu deyim. Və son olaraq take home message olaraq hissəsi vardır ki, staj üçün siz seçmək istədiyiniz şəhərin həyat standartlarını araşdırın. Məsələn, şəhər bahalılığı ola bilər. Çünki hər insanın maddi durumu eyni olmaya bilər. Ona görə şəhərin baha olub-olmadığını araşdırın və yaxud da ki, əhalisini araşdırın. Bəzi yerlərdə köçmənlər çox olduğu üçün əhali orada çox problemlər yaşayır və o problemləri də sizin də yaşamağınız yəni ola bilər, yaşaya bilərsiniz. Ona görə də onu araşdırmanız tövsiyə olunandır. Sonra staj dönəmində öncəliyinizi seçin. Bunu sizin üçün deyirəm daha çox. Çünki bəzi olanların çoxu məsələn TUS çalışmağı daha üstün görürlər. Bəziləri isə deyirlər ki, yox, mən pasientləri görmək istəyirəm, onların müalicələrini izləmək istəyirəm. Yəni mənim elə bir vaxt məhdudiyyətim yoxdur. Onu bir önəmli olaraq seçin. O önəmlidir. EC-də dediyim kimi çox da axtarmadıqları üçün bəzən siz gözdən kənar qala bilərsiniz. Amma onun üçün İstanbulu və yaxud da ki, Ankaranı yazsanız, o cəhətdən sizə hər gün axtarırlar və sizə pasient verirlər, onları izləyə bilərsiniz, yəni çox rahat bir şəkildə. Sonra getməzdən öncə mütləq şəkildə seçdiyiniz universitetin staj dönəmi ayın hansı günü başladığını öyrənin. Bu dediyim kimi sizin ay olaraq ləngiməməyiniz üçündür. Sonra staja başlamadan öncə sənədləşmə proseslərini dediyim kimi araşdırın. Çünki özünüz də gördüyünüz kimi bəzi yerlərin yəni nüfus müdürlüyünə başvursanız, yox köç idarəsinə başvursanız, orada fərqli-fərqli bir şey istəyə bilər. Ola bilər ki, eyni bir adama düşdünüz, amma fərqli bir şeylər istədi yenə də. Yəni belə biraz qarşılıq olduğu üçün onu araşdırmanız tövsiyə olunandır. Və əsas da bir nəfərdən yox, bir neçə nəfərdən soruşun. Dediyim kimi, çünki bir nəfərin bəxti ola bilər ki, belə bir gətirdi, bu sənədləri istəmədilər, amma sizdən istəmiş ola bilərlər. Məsələn, göç idarəsində İzmirdə sabaha randevu ala bilərsiniz. Orada çox da bir problem olmur. Amma İstanbulda ən az 24 gün öncədən başvuru eləməyiniz lazımdır. Yəni sabahına randevu ala bilmirsiniz. Ən tez 20-24 gün içində randevu ala bilirsiniz və bu zaman hesablamalarında çox düzgün aparmaq lazımdır. Çünki sizin sənədləriniz nə vaxt gəldi, xüsusi imtahanınız nə vaxtdır, o bayaq söylədiyim türk soylu kartının gəlməsi, sizin onu aktivləşdirməyiniz, yəni belə bir durum olduğu üçün siz onların hesablamalarını düzgün şəkildə aparsanız heç bir probleminiz olmayacaq. Yəni əsas olaraq bunu deyərdim. Məndən buraya qədər. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm. Əgər kiminsə sualları varsa, yaza bilər, dinləyə bilərəm. Biz də çox təşəkkür edirik. Çox ətraflı prezentasiya və çıxış oldu. Suallarınızı çata və yaxud da istəsəniz səsi uzatıb da verə bilərsiniz. Fərqi yoxdur. Öncəliklə bir şey deyim. Burada bir şey gəlmişdi sual artıq əvvəlcədən, onu gördüm. Dedim sonda cavablayım.
tecrid yazıb dönəmi, tərcih dönəmi, ola bilər biraz səsim yaxşı gəlməyə bilər. Tərcih dönəmi, məsələn, siz özünüz TQDK-da məsələn universitetə girdiyinizdə nə tər bir tərcihlər elədiyiniz varsa, bundan da elə bir dönəmdir. Siz TUS-u keçdiniz, ondan sonra sizin bir tərcih eləməyiniz lazım. Bir universitet xəstəxanalarını yazırsınız, bir neçə universitet xəstəxanası. Onların içərisində sizi yenə baxırlar, seçirlər və hansısa birinə düşməyinizdir. Yəni tərcih dönəmi odur. Sonra bir digər sual var ki, biz oxuduğunuz yerlə staj yeri fərqli ola bilər, hə? Məsələn, Hacəttepe oxumaq istəyirəm, amma staj yeri başqa. Tövsiyə eləyərdim ki, əgər məsələn rezidentura çox insan rezidentura ilə gedir, ora rotasiya olaraq, bəzi oğlanlar əsgərlik məsələsinə görə, qızlar isə daha çox maaş məsələsinə görə. Burada belə tövsiyə eləyərdim ki, oxuduğu staj yeri ilə rezidenturadan rotasiya götürdüyünüz yer fərqli olsun. Çünki eyni yerə yazsanız çox böyük risklər ola bilər. Yəni hər an tutula bilmə ehtimalınız ola bilər. Amma siz belə deyim də, eyni şəhər içərisində seçsəniz daha yaxşı olar. Çünki birdən rezidentura rotasiya yeri sizi çağırsa, həmin yerə gedə biləsiniz. Fərqli şəhərlər olsa sizə çox çətin olacaq o. Amma gördünüz ki, məsələn, çarəsi yoxdur. Onda hə, məsələn, eyni xəstəxana yaza bilərsiniz. Bir də ola bilər ki, sizin rezidentura yeriniz, məsələn, psixiatriyadır. Psixiatrinin siz rotasiyasını stajda görməyəcəksiniz. Elə bir durumda eyni xəstəxananı yaza bilərsiniz. Amma dediyim kimi riskləri var, bunu gözə almanız lazımdır. Əsasda güvənlik kartı məsələlərində ehtiyatlı olmanız lazımdır və Türkiyədə olan bəzi internlər hamısını gördükləri üçün ola bilər ki, sizinlə iki yerdə qarşılaşsınlar və onlarda biraz şübhə də olsun, ona görə ehtiyatlı olmaq lazım. Sonra Arzu Həmidova əlini qaldırıb. Buyurun, siz sualınızı tamam. zəhmət olun. Çox sağ olun. Axşamınız xeyir. Öncəliklə təşəkkür edirəm dəyərli sunumunuz üçün. Mənim sualım oydu ki, türk soyluq belgesinin sizcə müraciət üçün ən ideal zaman nə zamandır? 6-cı kursu bitirəndə yoxsa daha öncə və ya biraz daha sonra bu haqda Türk məsələn? soylu bəlgəsini deyirsiniz, hə? Bəli, ən ideal nə zaman müraciət etməliyik? Türk soylu bəlgəsini siz Türkiyədə olanda müraciət etməyiniz yaxşı olar. Yəni stajda olduğunuz dönəmdə. Yəni universitet oxuduğunuz dönəmdə yox, stajda olduğunuz dönəmdə. Çünki sizdən TC numara istəyir. Ona görə o Türkiyə içində olmağınızı da istəyə bilər. Yəni belə bir durumda stajda olduğunuz müddətdə eləsəniz yaxşı olar. Çətin bir iş deyil, bir gününüzü alacaq. Yəni ona görə stajda olduğunuz dönəm eləsəniz çox rahat olacaq sizə. Oldu, təşəkkür edirəm. Rica ederim. Sonra Cəməla Eyüp adında siz əl qaldırmısınız. Buyurun. Bəli, mənim bir neçə sualım var. Birinci sualım Buyurun. odur ki, magistr imtahanını, yəni YÖK dil imtahanını Aha. biz deyək ki, 5-ci kursda verməmişik. Staj dönəmində verməyinizi tövsiyə edirsiniz, yoxsa STS-dən öncə? Bu biraz bilirsiniz necə məsələdir. Siz STS-dən sonra staja gəldiniz, stajda TUS-da oxumağınız lazım. İkisi bir yerdə qarışmasın deyə daha çox tövsiyə olunandır ki, STS dönəmində, STS verməzdən əvvəl onu verəsiniz ki, yükünüz azalsın. Amma əgər yox desəniz ki, mən staj dönəmi vermək istəyirəm, orada da bir problem yoxdur. Rahat şəkildə hazırlaşıb verə bilərsiniz. Sadəcə yükünüzü azaltmaq üçün deyirik ki, STS-dən öncə verməyiniz daha tövsiyə olunandır. Yəni sənədlərdə heç bir problem olmayacaq. Heç bir problem olmayacaq yəni. STS özü sizin tıp dil imtahanınızı verməyinizi istəmir. TUS-da istəyir onu, amma STS istəmir. Tamam. İkinci sualım da budur ki, deyək ki, biz staj dönəmində daha perifer bir şəhər, daha ucuz olsun deyə daha perifer bir şəhəri seçib, sonradan daha mərkəzi bir şəhəri seçməyimiz nə qədər ağlayatandır yəni? Siz stajı haran seçmisinizsə 6 ay ərzində orada olacaqsınız. Yəni dəyişə bilməzsiniz onu. Yox, stajı demirəm. Stajda deyək ki, biz perifer bir şəhəri seçdik, daha ucuzdur, daha az rasxodumuz çıxacaq. Sonradan biz yəni asistanlıq dönəmimizdə artıq mərkəzi bir şəhər seçsə, yəni maaşımızı artıq özümüz qazandığımız üçün daha rahat yaşaya bilərik. Nə qədər məntiqlidir? Yəni belə deyim, sizin tam staj üçün seçdiyiniz şəhərlə, gələcəkdə işlədiyiniz şəhərin əlaqəsi olmaya bilər və ya xəstəxana, onun da problemi yoxdur. Gələcəkdə seçmək istədiyiniz yer, yəni artıq ki maaş alacaqsınız orada, o artıq sizin üçün hansı rahat olacaqsanız, şəhərdə yaşamaq istəyirsinizsə, oranı seçə bilərsiniz, orada heç bir problem yoxdur. Amma yenə də dediyim kimi, orada biraz xəstəxanalarda maaş olaraq fərqlilik ola bilər, gələcəkdə xəstəxanalarda. Məsələn, Ankarada Başkent Universiteti var ki, orada bildiyim qədərilə maaşlar 140 minə kimi qalxa bilir, hansı ki bu digər xəstəxanalarda
da maksimum 120 min görmüşəm. Dediyim kimi, o biraz ildən ilə də dəyişdiyi üçün maaşlar da dəyişir. O xəstəxanalarda da biraz dəyişmələr ola bilər. Amma bildiyim qədərilə ən yuxarısı Ankarada Başkənt Universitetidir və təbii ki, branşdan branşa da dəyişir. Məsələn, əgər ailə sağlığına getsəniz, burada maaşlar daha aşağıdır. Nəinki digər branşlarda. Kardiologiyada maraqlanmışdım, ortalama 100 min TL maaş var. Ortalama olaraq bəzi xəstəxanalarda təbii ki 120 minə kimi qalxa bilər. O biraz gecə növbətləri götürdüyünüzdən də asılıdır. Amma şeydir, staj dönəmində də şeyə götürmək istəyirsinizsə, daha az pulunuzun çıxacağı bir yer götürmək istəyirsinizsə, periferik şəhərləri seçə bilərsiniz. Amma biraz orada dediyim kimi kadroda çalışan sayısı az olduğu üçün sizi daha çox işlədə bilərlər və yəni sazlaşma vaxtınız az ola bilər. Bir de son sualım budur Aha, ki, bilirik ki TUS imtahanı biri payızdadır, biri də yazdadır da. bəli. Yazdan sonra biz TUS'u verdikdən sonra bizim asistanlıq dönemimiz yayda mı başlayır yoksa qışdan mı başlayır? Onu düzün desəm, siz məsələn dediyiniz kimi TUS-u verdiniz, fərqi yoxdur. İstəyirsiniz yazda verin, istəyirsiniz payızda verin. Bir ay içində cavab çıxır. Bir ay cavab çıxandan sonra təxmini 1-2 həftə içində o biraz dəyişə bilir. Sizə deyirlər ki, tərcih dönəminiz başlasın. Tərcihləri elədiniz, onun da cavabı 1-2 həftəyə çıxır. Sizin bəlli olur ki, siz məsələn İzmirə gedəsiniz, Ege Universitetinə gedəsiniz, başqa xəstəxanaya gedəsiniz. Ondan sonra özləri sizin ataması lazımdır. O dönəm 3 aya kimi uzana bilir. Yəni ona görə onu deyə bilməm. Ola bilər ki, siz 1 ay sonra desinlər ki, gəlin işə başlayın. Ola bilər desinlər ki, 5 ay sonra başlayın. Məsələn, karantin dönəmində olduğunda o dönəm bildiyim qədərilə 6 aya kimi uzanmışdı hətta. Biraz o dəyişiklik göstərdiyi üçün o gərək orada maraqlanasınız yəni. Çox sağ olun məlumatlar üçün. Rica ederim. Xoş idi. Sonra Yusif Xayil əlini qaldırıb. Buyurun, siz də sual səsləndin. Hər vaxtınız xeyir, təşəkkür edirəm məlumat üçün. Hocam, əlinizə sağlıq, təşəkkürlər, gözəl sunum idi. Mən də təşəkkür Mənim edirəm. bir neçə sualım var idi. Birincisi, bu türk soyluluq kartı ya belgesi müddətli olan bir şeydirmi? Xeyr, belə deyim, türk soylu bəlgəsinin müddəti yoxdur, amma kartın müddəti var. Kartın müddəti sizin oturumunuzun müddəti qədərdir. Yəni oturumunuz bitdiyində, oturumu təzədən başvuru elədiyinizdən sonra əlinizə gəldiyinizdə təzədən türk soylu kartını uzatmaq üçün başvuru eləməlisiniz. Tamam. Sonra STS-ni məsələn yu numarası ilə verib sonra TC-yə keçmək lazımdır da. Onu nə vaxt eləmək lazımdır? O harda lazım olur bizə? Yəni belə deyim, onu siz artıq oturum aldığınızda dilekçəni yəni yaza bilərsiniz YÖK-ə. ÖSYM-yə də, YÖK-ə də fərqi yoxdur. Yəni onun xüsusi bir vaxtı yoxdur, amma TUS imtahandan öncə bunların edilməsi mütləqdir. Nəyə görə deyirəm də hocam, mən indi ilk olaraq STS imtahanını yu numarası ilə vermişdim. Aha, Sonrasında mən denkliyə sənədlərimi vermişəm. Yəni orada aha. mənim STS sonucum yu numarama bağlıdır, amma məsələn mən denkliyə artıq TC ilə müraciət eləmişəm də. Orada hər hansı qarşılıq sorun yarana bilərmi? Siz onu YÖK-ə bildirdiyinizdə yu numaranı göstərmişdiniz ya yox? Onsuz da STS-nin biz kserasını yəni veririk də, yəni sənəd Hə, kimi. onda O vermisinizsə çox bir problem olacağını düşünmürəm. Amma dediyim kimi orada biraz çalışanların nə tipdə işlədiyi bəlli olmadığı üçün, yəni çox insandan insana çox qayda dəyişir. Onu Türkiyə gəldiyinizdə özünüz də anlayacaqsınız. Əgər ürəyinizin rahat olmağını istəyirsinizsə, bir dilekçə yazıb onu dəyişdirə bilərsiniz yəni. Tamam. Hocam bir də nəyi soruşum? Bildiyimiz kimi bu sizin Aha, dövrdən indi biraz qaydalar sizin də qeyd elədiyiniz kimi tez-tez dəyişir də. Bu dəqiqə aha, banka kartı ilə oturuma müraciət eləmədən daha asanlıqla TC almaq olur ki, olur. mənim özüm də o yolla almışdım və həqiqətən də çox rahat alınmışdı. Bundan sonra da e-dövlətə də heç e-dövlət şifrəsi almağa da müraciət etməyə ehtiyac olmur. Elə e-dövləti birbaşa banka ilə açmaq olur. O şəkildə Aha, müraciət etdikdə göç idarəsindən keçici TC numarası alırıq oturum əvəzinə və bu aha. keçici TC numarasını bizə verirlər. 98 ilə başlayan bir numaradır və bu numaranı kart olaraq bizə vermirlər. Yəni sadəcə ağ bir kağıza yazıb verirlər ki, bu sizin keçici TC numaranızdır və bizim bir TC kartımız olmur. Və siz də məsələn Türk soylu belgesine vesaire bir neçə yerə müraciət eləyəndə TC kartının kopyasını istədiklərini demişdiniz. Məsələn bizə TC kart olaraq verilmir. Onu necə eləyə bilərik bəs? Sizin indi birinci olaraq TC numaranı aldığınızda oturumu nə ilə almısınız? Yəni birbaşa turistik almısınız, hə? Yoxsa necə? O önəmlidir Yox məsələn. hocam, oturum yoxdur ümumiyyətlə. Birbaşa Sadəcə TC göç numarası idarəsinə verir. yaxınlaşıb TC Aha. numarası almışam. Onda sizin artıq oturumu almanız gərəkə bilər. Bu işlər tez-tez dəyişir. Ona görə oturumu alıb, oturumu alandan sonra kartı əlinizə alıb, ondan sonra eləməyiniz daha tövsiyə olunandır.
Hə, tamam. Yəni ki, siz məsələn oturuma müraciət eləyəndə eyni zamanda həm oturum, həm TC almış oluruq. Hə, Amma TC-ni əvvəldən aldığım üçün sadəcə oturum almağım kifayət eləyir də. Ondan sonra yəni artıq yəni kart şəklində də yəqin ki verəcəklər. Hə, yəni artıq orada bizə kira sözləşməsi falan da göstərməyiniz lazım o Bəli, kart bəli. almaq üçün. Onu göstərəndən sonra, yəni kira sözləşməsini göstərsəz artıq Türkiyə içində olmağınız lazımdır. Onu göstərəndən sonra Təbii artıq ki. rahat şəkildə sizə kartı verəcəklər. O kartı veriləndən sonra bu proseslərin hamısını rahat bir şəkildə əldə edə biləcəksiniz. Tamamdır. Çox təşəkkür edirəm. Rica Əlinizə eləyərəm, sağlıq bir daha. xoşdur. İndi chatdə yazılan sualları oxuyum. Bir sual ki, bütün bu proseslər bitəndən sonra da Türkiyədə rezidentliyə təxminən nə vaxt başlanılır? Yəni sentyabrdanmı, yoxsa imtahanlar bitən kimi? Hə, belə deyim, şeydir, bütün bu proseslər bitəndən sonra, STS-dən sonrakı bir müddəti deyirsə, təxmini olaraq 1 ilin biraz üstündə 1 il çəkə bilər yəni. Çünki 6 ay ən azı stajdır, sonra denklik diplomunuzun gəlməsi, bunlara başvurmağınız, yəni təxmini 1 ilə yaxın çəkə bilər. Yəni o dönəmi elə hesablasa. Amma dediyim kimi hansı ay ola bilər ki, sentyabrda başlasınız, ola bilər ki, oktyabrda başladınız. O biraz Sağlıq Bakanlığının özünün seçdiyi atamalardan sonra ola bilər. Və Türkiyədə əslində siz TUS-u verdikdən sonra tərcih elədiyinizdə atamalar iki cür olur. Ola bilər ki, sizin Sağlıq Bakanlığı üzərində atamalar olur. Ola bilər ki, siz hansısa bir eğitim araşdırma hastanəsinin ataması olur. Yəni bunlar biraz bir-birindən fərqli olur. Onu TUS konusunda daha yaxşı ətraflı deyinərlər. Amma belə deyim, o biraz artıq eğitim araşdırma hastanəsi özü vaxt təyin edə bilər, Sağlıq Bakanlığı özü təyin edə bilər. O biraz dəyişkəndir yəni. Mhm. Bir də şey var ki, stonlarda da bu proses eyni cür olur. Mənim burada danışdığım məsələlərin çoxu sənəd işləri ilə bağlı olduğu üçün demək olar ki, eynidir. Amma yəni dediyim kimi sizin keçəcəyiniz staj şeyləri, yəni branşlar olaraq fərqli ola bilər. O artıq sizə özü yük bildirəcək hansı branşlardadır. Amma sənəd prosesləri hamıda eynidir yəni. Dediyim kimi sənədlərdə bəzi dəyişikliklər ola bilər. O artıq orada işçinin özünə bağlıdır, amma ortalama olaraq belədir yəni. Mhm. 90. Bir də suallardan biri, oğlanlar əsgərliyə aparılmamağı üçün bəs nə etməlidir? Yəni TUS-a vermək üçün. Burada Aha. rezidenturaya girib sonra ora hazırlaşmalıdır, yoxsa necə? Bu biraz ətraflı konudur. Nə mənada ətraflı konudur? Əgər siz indi rezidenturaya yəni dediyim kimi əsgər aparmamaq üçün rezidenturaya vermək istəyirsinizsə, bunu nəzərə almalısınız ki, rezidentura artıq 1-ci kursda rotasiya vermir. Yəni siz ən azı 1 il gözləməli olacaqsınız bu proseslərdə. Yəni 2-ci ildən eləyə biləcəksiniz. Yox, əgər siz deyirsinizsə ki, mən artıq Türkiyəyə tez bir şəkildə girim, tez bir şəkildə başlayım, onda siz artıq Türkiyəyə gərək bir magistr düzəldəsiniz. Kollec saxlamır əsgərlikdən. Amma magistr düzəltdirsəniz saxlaya bilər. Magistrda düzəltdirsəniz o öyrənci oturumu üzərindən almanızı daha çox tövsiyə edirəm, nəinki turistik oturum üzərindən. Çünki sizin düzəltdiyiniz magistr yeri, yəni universitetin özü sizdən öyrənci oturumunun özünü istəyə bilər. Ona görə orada öyrənci oturumuna artıq başvurmanız daha tövsiyə olunandır. Amma rezidentura girsəniz bilin ki, 1 il ən azı itirə biləcəksiniz. Mhm. Sonra stajdan sonrakı ayda TUS imtahanına girməmək kimi haqqımız varmı? Sonrakı TUS imtahanı neçə ay sonra olur? Siz stajı bitirəndən sonra fərqi yoxdur. TUS-a nə vaxt istəyirsiniz girə bilərsiniz, amma bəzi faktorları nəzərə almalısınız. Əgər siz tibb dil və yaxud da ki, YÖK dil imtahanı vermisinizsə, nəzərə alın ki, onun dönəmi 5 ildir. Yəni əgər çox öncədən vermisinizsə, ola bilər ki, tibb dil imtahanının vaxt keçərliliyi bitsin, təzədən tibb dil imtahanı verəsiniz. Amma dərhal sonrakı ayda, məsələn, 1 ay sonra gəlirsə, onu verməmək kimi haqqınız var və yaxud da ki, sadəcə sınaq kimi girə bilmə haqqınız var. Hətta staj dönəmində olduğunuzda ÖSYM-yə gedib universitetdən ıslaq imzalı bəlgə aldığınızda orada da TUS imtahanı vermə haqqınız var. Düzdür, staj dönəmi içində versəniz, o staj dönəmində verdiyiniz TUS imtahanı sayılmayacaq. Siz tərcih eləyə bilməyəcəksiniz çox əla bal yığsanız da. Amma yəni sizin vermək və verməmək kimi hər iki halda haqqınız var. Sonrakı TUS imtahanı adətən 6 aydan bir imtahanlar olur. Yəni əgər siz avqustda olana çatdırmamısınızsa, digər imtahan fevral-mart ayları arasında olacaq. Yəni ona nəzərə almalısınız. Mhm. Sonra sənədləşmələrlə bağlı sual ki, Aha. sənədləşmə ümumi olaraq nə qədər vaxt çəkir? Sənədləşmələrin ümumi olaraq siz bunların belə deyim,
Bəzilərini staj dönəmindən əvvəl eləyəcəksiniz. Tam yox ki, diplomunuzu tanıtmaq istəyirsinizsə, yox diplomunun tanınması bəzi yerlə adamlarda dəyişir 4 ay, 5 ay, 6 aya kimi uzanmış ola bilir. Təkcə diplomun tanınması. Sonra ora dilekçə yazsanız, dilekçənin cavabının gəlməsi 1 ay, 2 aya qədər uzana bilir. Bəlkə biraz erkən də gələ bilər o. Sonra staj dönəmində elədiyiniz işlər zaten staj dönəminin içində olduğu üçün sizə çox da bir vaxt problemi olacağını sanmıram. Yəni oturum hissəsinə gəlsək, siz 14 gün içində gözləyirsiniz. Sizə yenə oturuma başvurduğunuzda sizə bir kağız verirlər. Bayaq Yusuf doktor soruşmuşdu. Orada bir kağız verirlər. O deyirlər ki, sizə bu keçici olaraq kağız verilir. Təxmini 14 iş günü içərisində sizə kartın özü gətiriləcək. Yəni onun da gözləməyiniz biraz uzanır. Staj dövründə olduğunuz üçün çox da bir vaxt itkisi saymır. Türksoylu belgesinin özünün alınması bir neçə saat çəkir hətta. Sonra Türksoylu kartının alınması, başvuru anından 2 ay yarım sonra 3 ay ola bilər ki, yəni gəlsin. Yəni ortalama bir vaxt demək əslində çətindir, amma yəni o da təxmini desəm hamısı burada qeyd etdiyim bütün sənədlərin hamısı 1 ilə yaxın çəkəcək yəni. 1 ildən çox hətta ola bilər. Bir də bayaqki suala oxşar bir sual var. Burada rezidenturadan rotasiya alıb gedənlər olub staja. Məsləhət görərdiniz bunu, ya ümumiyyətlə rezidenturaya verməmək yaxşıdır Azərbaycanda? Soruşan bunu xanımdır. Onları belə deyə bilərəm ki, bəlkə ola bilər ki, maddi durumlu olaraq özünü eləmək istəyirsə, rahatlatmaq istəyirsə, rezidenturaya verib gedə bilər, amma dediyim kimi birinci il gedə bilməyəcək. Rezidenturadan rotasiya alıb gedənlər olubmu stajına? Demək olar ki, bütün bura gələn azərbaycanlılar elə gəlirlər. Yəni rezidenturadan rotasiya alırlar, elə şəkildə gəlirlər. Ona görə yəni gələnlər çoxdur. Tövsiyə eləyərəm əgər ikinci il bizə gələcəksinizsə. Amma onu da nəzərə alın ki, rotasiya olaraq alıb gəlsəniz 3 ay gələcəksiniz. Qalır geriyə 3 ay. Onun 3 ay sizin öz Azərbaycanda olduğunuz xəstəxanada o dönəmi idarə eləyə biləcəksinizmi? O böyük bir sual altındadır. Çünki bəzi yerlər onda bir problemlə yaşadılar. Ola bilər ki, sizin bir ayda məzuniyyətiniz var, onu da məsələn götürdünüz, oldu 4 ay. Ola bilər ki, sonra rotasiyanı daha doğrusu elə başladasınız ki, stajınızdan ən az 15 gün getsin, sonra da 15 gün test qutarsın. Belə bir şəkildə biraz idarə eləmək olur, amma genel olaraq çətinləşdiriblər o məsələləri. Sonra türksoyluq aldıqdan sonra rezidenturanı bitirəndən sonra bizim də türklər kimi məcburi xidmət kimi bir sorumluluğumuz olacaq. Türksoylunun belə bir fərqliliyi var ki, türksoylu aldıqdan sonra məcburi xidmət etməyiniz lazımdır. Lazımdır niyə deyirəm? Etməsəniz sizə diplomunuzu verirlər, amma Türkiyə daxilində bir daha işləyə bilməyəsiniz həyatınız boyunca. Amma yəni işləmək kimi bir işləmək lazımdır və bu müddət nə qədər olur da desələr, əgər mərkəzi şəhərlər yazmısınızsa, İstanbul, İzmir, bu 2 ilə qədər ola bilir. Amma yox, periferiyada bir şəhər yazmısınızsa 6 ay, genəldə 1 il olur. Yəni 6 ay çox az görülüb, amma yəni 1 il olar yəni. Sonra asistanlığa başlayan kimi bütün bu proseslər nə qədər maliyyət aparır? Maliyyətlər əslində çox aparır. Bir də siz məsələn Türkiyədə magistr düzəldəcəksinizmi, düzəltməyəcəksinizmi, onu da hesaba qatsaq, yəni əslində çox aparır. Belə deyim, ortalama olaraq hesab versəm, dediyim kimi bu aşağısını götürüm, bəlkə də 8000-ə qədər çıxa bilir yəni. Sonra universitetdən alacağımız ıslaq bəlgini 6-cı kursu bitirən kimi almalıyıq. Yox, bu universitetdən aldığımız ıslaq belgə, yəni sizin stajda olduğunuz hansı xəstəxanadırsa, hansı universitetdirsə, oradan alacaqsınız. Yəni staj dönəmində alırsınız bu ıslaq imzalı belgəni. Yəni Azərbaycandakı universitetdən aldığınız ıslaq imzalı belgənin heç bir mənası yoxdur. Zaten onu Azərbaycanda bilən olmayacaq. Suallar bu qədər idi, bitdi. Yenə suallarınız varsa çata yazıb və ya da səsləndirə bilərsiniz. Elə son sualları alaq. Əgər varsa. Mən təşəkkür edirəm. Chatda yazılanı gördüm, Aydan xanım, təşəkkür edirəm. Dediyiniz 8000 6 ay staj və xəstəxana pulu xaric. Yox, staj və xəstəxana pulu daxil. Staj üçün verəcəyiniz pul mənim dönəmimdə, bu təzə bitirmişdim mən, 15528 TL idi. İndi çox güman ki, asgari ücret Türkiyədə hər il qaldırıldığı üçün, bu xəstəxananın pulu da qalxdığı üçün o da artmış ola bilər və nəzərə alın ki, Türkiyədə ev kiraları da çox bahadır. Yəni İzmirdə ortalama bir ev tapsanız, yaxud da İstanbulda ən azı 25.000 TL olur. Ona görə də 2-3 nəfər birlikdə qalır ki, xərci birlikdə azalda bilsinlər. Yəni belə bunları da qatsa ən azı məncə 8000-ə yaxın çıxa bilər magistr düzəltsəniz.
Staj üçün niyə İzmiri seçdim? Bu seçmə səbəbim o idi ki, İzmir nisbətdə daha rahat bir yerdir. Çünki TUS imtahanına daha rahat bir şəkildə hazırlaşa bilirəm və İzmir daha öncə getdiyim bir şəhər olduğu üçün İzmiri yəni rahatlığım var. Artıq şəhəri tanıdığım bir şəhərdir. Ona görə mən İzmiri seçmişdim. Amma dediyim kimi, bəzi insanlar Ankara seçə bilər, İstanbul seçə bilər. Bu biraz tərcih məsələsidir. Hədəflər məsələsi. Mən təşəkkür edirəm Aqil bəy. Hansı bölümdə oxuyursunuz indi gəlib? Mənim indi oxuduğum bir bölüm yoxdur. Yəni mən indi TUS imtahanı hazırlaşıb verəcəm. Məndə biraz rezidentura yerində durumlar fərqli olduğu üçün davam etdirməyim mümkün olmadı. Ona görə bu dəqiqə oxuduğum bir bölüm yoxdur. Sadəcə TUS-a hazırlaşıram. Stajda nə kimi çətinliklər olur? Stajda əslində yəni sənəd hissəsinin çətinliyini çıxsaq, demək olar ki, stajda heç bir çətinlik olmur. EC-dəsinizsə hətta heç bir çətinlik olmur. Çünki sizi çox da axtaran olmur. Yəni rahat bir şəkildə gedib TUS-a hazırlaşa bilirsiniz. Amma bəzi yerlərdə ola bilər ki, sizə mobbinq edilsin. Bu Türkiyənin biraz qlobal sorunu ola bilir. Yəni ən böyük halda yəni mobbinq ola bilər sizə. Başqa çox da bir şey olacağını sanmıram yəni çətinliklərdən. Bəlkə iş şəraitinin ağırlığı ola bilər bəlkə əlavə olaraq. Mən təşəkkür edirəm hamınıza dinlədiyiniz üçün. Burada bayaqdan təşəkkürlər gedir. Çox sağ ol Cavid, vaxtını ayırdığın üçün. Mənim üçün xoş idi. Bir dənə də sual var, istəyirsə onu da cavablayım. Hə, buyur. Ecedən başqa rahat yer var. Düzünü desən ən rahatı Ecedir. Yəni mənim bildiyim. Əgər başqa bir yerdə ola bilər, amma inanmıram ki, yəni Ecedən özü belə çox rahatdır. Yəni inanmıram ondan daha rahat yer olar. Okay. Yenə də sualı filan olsa, yəni o sualı olan olsa, əlaqə nömrəni filan paylaşmaq istəyirsən, Təbii ki, mənə xoş olar. Mən əlaqə nömrəni verəsiz, istəsəz mail hesabda yazaram, onu da verək. Kimsə mail üzərindən yazma daha rahat, oradan da yaza bilər, necə istəyirlərsə. hə, okey, olar elə. Hə, bir də yenə bir sual gəldi, onu da cavablayım mı? Hə, Yəni buyur, buyur. o problemimiz yoxdursa deyirəm, yəni. Rezidentura üçün EC necədir yazıblar. Rezidentura üçün yerləri mən onu düzün desəm, niyə bu slayda əlavə etmədim? Dedim ki, o TUS-dan sonrakı hissənin konusu olsa daha yaxşı olar sıralama olaraq. Amma genel olaraq belə bir fikirdeyim. Sizin hər hansısa bir universitetin sizə uyğun olub olmadığını üçün müəyyən etmək istəyirsinizsə, hansı branşı seçəcəyinizi birinci dəyərləndirməyiniz lazım. Mən özüm EC-də kardiologiyanı çox istəyirdim, amma mən onu biraz araşdırdım. Kardiologiyasında çox pis bir şəkildə mobbinq var. Orada kardiologiyanın müdiri, ana bilim dal başqanı Azərbaycanlı olsa da, yəni çox da Azərbaycanlıları qoruya bilmir orada. Ona görə mən kardiologiyada EC-ni tövsiyə etmirəm və əvvəlki hocalar daha yaxşı hocalar idi. İndi biraz dəyişdiyi üçün orada biraz yəni səviyyənin düşməsi hiss olunur. Amma dediyim kimi, o biraz rezidentura üçün yerləri seçəcəyiniz branşı harda daha yaxşı olduğunu dəyərləndirsəniz daha yaxşı olar. EC genel olaraq yaxşıdır, 1-2 branş dışında. Genel olaraq yaxşıdır. Kardiologiya üçün haranı məsləhət görürəmsə, o İstanbulda Siyami Ərsək kardiologiya üzrə Türkiyənin ən güclü yeridir. Yəni hətta belə bunun güclüyünü belə izah eləyim. TUS-da digər kardiologiya yerlərinə illərlə dəyişəcək şəkildə olsa da 62, 65, 68 balla girirsinizsə, Siyami Ərsəkin balı çox hallarda 72 ilə başlayır. Yəni 72-nin üzərində başlayır. Yəni belə bir çətinliyini düşünün. Amma yəni ən əla yer oradır, Siyami Ərsəkdir İstanbulda. Bizim webinarın da spesifik tərəfi oldu ki, sual verilmir, verilmir. Axırda hamı aktivləşir. Hə, biraz elə olur. Orada bir problem yoxdur. Sadəcə vaxt sıxıntımız yoxdursa, kimdəsə yəni vaxt sıxıntısı yoxdursa problem yoxdur. Hə. Belə yəni. Məncə suallar bitdi. Yenə də olsa artıq kimsə mənim nömrəmə yaza bilər, problemi yoxdur yəni. Qrupda onda paylaşarıq mailində. Olar, problem yoxdur. İstəmirsə. Hə. Okey, bir daha çox sağ ol Cavid, vaxt ayırdığın üçün. Mən sizə təşəkkür edirəm əsas bu gözəl sunum üçün, şans verdiyiniz üçün. Dinləyənlərə hər kəsə də təşəkkür eləyirəm. İnşallah hamı üçün xeyirli bir dönəmlər olar. Rahat bir şəkildə hamı bitirər. Çox sağ ol. Minnətdarıq. Elə qoşulan hamıya da bir daha təşəkkürlər. Belə oldu onda.
Gecəniz xeyrə qalsın. Hamıya Hamının gecən xeyrə. uğurlar. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Hı.